Blagay qəsəbəsi. Burada bir təkkə var, dərviş təkkəsi var. Osmanlıdan qalmadı. Osmanlıdan əvvəlki tarixlərdən var, gedir. Təkkə dərvişlərin hal-hazırda Nəqşibəndi təriqətinə aid olan təkkələrin olduğu, dərvişlərin gəldiyi bir yerdir. Burada içəridə gedəsinin içəriyə doğru qayanın içindən su axır, çay gəlir. Orada qonaq da qalmaq olur. Dərvişlər üçün pulsuzdur. Belə bir şey var. Bax, o dərənin içindən su axır. Orada arxada gördüyümüz ağ bina təkkədə dərvişlərin qaldığı yer. İndi oraya gedəsiniz. Suyun şəffaflığı ortaya çıxır. Şəffaf sudur, dəhşət dərəcədə. Balıq da var. Deyilənə görə su yodla və maqneziumla zəngin bir sudur. Şəfa verir.